Bugünkü tədbir haqqında bu artıq bizim 17-ci tədbirimizdir. İnşallah Yüksəli Şeir layihəsi bir çox yeniliklər etdi, təbii ki. 7 mart tarixində da biz anaları sevindirdik hədiyyələrlə və hekayələr yazdıq, şeirlər səsləndirdik və 18-ci, 19-cu tədbirdə inşallah ki, biz orada fikrimiz var ki, yenidən jurnal, kitab çıxardaq, artıq ona doğru gedirik və sayımız günü-gündən çoxalır. Təbii ki, bu da kitabın, jurnalın çıxmasına şərait yaradır, zəmin yaradır. İnşallah Allahın köməkliyi ilə, Allah qismət eləsin, biz üzümüzə gələn aylarda jurnallar, kitablar çıxardaq. Onları da şəhid analarına biz verək, təbliğ verək. Təbii ki, bu şeirlər artıq bir kitab halına gətirməyin zamanı, vaxtıdır. İnşallah ki, irəliyən aylarda biz kitab çıxardıq, şəhid analarına təqdim edəcəyik. Bu qədər. Rozum danışmıyorum. Biz uğurla belirtmek istedim ki, tabii ki bizim aldığımız yüksek rəylər əsasında bizim layihəmiz digər layihələrdən fərqlənir. Təbii ki, xoş bizə və mən də düşünürəm ki, artıq Yüksəli Şeir layihəsi bir çox yerlərdə rəhmətlə qarşılanmışdır və bu da onun bizim çəkdiyimiz əziyyətin nəticəsidir. Təbii ki, geçən tədbirlərdə də bu cür tədbir hələ ki yoxdur, təbii ki, biz işimizə bilinciyik və bilinci olaraq davam edirik. Onsuz da mən həmişə çalışmışam ki, tutduğum mövqeyle, tutduğum yolda birinci olum, ikinci olsam bu işi davam eləməliyəm təbii ki və bu rəqabət deyil əslində, amma biz şəhidlərimizin xatirəsində həsrədiyimiz şeirlər də yazılır və məndən də əvvəl tədbirlərdə iştirak etməmişsiniz, bu tür şeirlər yazılmayıb və bir şeylə qeyd istəyirəm ki, siz ola bilər tədbirlərə gelirsiniz, sizi çağırırlar, amma orada sizin evlatlarınızın adını çəkmirlər. Yəni siz bunu çağırırlar burada, amma burada evlatlarımızın ayrı-ayrılıqda hər birində şeirlər yazılır. Gələn anlarda, gəlmən anlarda ona görə biz bir addım öndəyik, bir addım önündə başlamışıq və təbii ki, davam edəcək. Bizim qarşımızı yer deyirəm, Allahdan başqa heç kəsə bilməz. Ola gəlir ki, Allahın buyruğudur təbii ki, bizim işimiz haqq işidir, bizim işimiz haqq yoldur. Biz dövlətimizi, millətimizi sevirik və dəstəkliyirik təbii ki. Biz könüllü vətəndaşlarız təbii ki, biz ayrıca vətəndaşıyıq və hər birdə üzərimizə düşən o məsuliyyət, məsuliyyət deyilən bir şey var ki, onu çox insan dərk edəmir. O məsuliyyət deyilən bir şey var ki, biz işimizdə, bölümümüzdə vətənpərvər olmalıyıq. Bu hər iki kəsə aiddir, hər bir insana aiddir və hər bir kəsdə öz evladını tərbiyələndirəndə deməlidir ki, birinci şəhidlərimizi tanısın. Çünki, baxın, biz geçdik, mən onu qeyd etmişdim, yazmışım, Bahar Anamın evladını şəklini qoyanda demişdim ki, mənim anamın mən yanındayım. Amma şəhid anlarının yanında, bunu asralıqla, yəni şəxs olaraq anamı gətirib ortaya qoyanda, yəni şəxs olaraq deyirəm anamı. Heç kimi, yəni şəxs olaraq deyirəm ki, mən anamın yanındayım və bunu mən sizə mesaj ötürürəm ki, siz evlatlarınızın yanında görürsünüz, evladınızın bir balata parmağı qanasa qaçıb gedərsiniz, hamımız ayrıdır. Amma şəhid analarının evlatları yoxdur yanında. Gəlib biz ən azından təsəlli verək, onlar bilirlər, şəkillər dolu, xatirələrlə baş-başa qalacaqlar. Amma biz anamın gündə 100 dəfə dəqirik, evlatlardasan, qardasan, deyinirsən, yemək yemirsən, yaxşı şəhid analarına kimə zəng edirsən, yemək yemirsən, kimə deyirsən. Gəlib biz bu məsuliyyəti dərk edək, gəlib biz bunu necə deyərlər, bax, deyərlər. Azərbaycanda mənim kimi 2 dənə düşüncəli insan olsa, şəhidlər olmayacaq və tanınasız şəkildə bunu edən yoxdur Azərbaycanda. Gelin araşdırın, gelin baxın və mən də bu işi bıraxandan sonra sizin evlatlarınızda heç kim tanımayacaq. Onu mən sizə səmiyyətimlə deyirəm. Pul alacaq sizin evlatlarınızı. İnanın tam səmiyyətimlə. Sizin evlatlarınızın pul müqabili tanınacaq. Bəli.
Amma mən onu tam təmənnasız edirəm. Sizdən bu günə qədər 17 tədbir gəlmişsiniz, bir madına bunu Baş daşına sarılıram. Baş daşına sarılıram. Hönkür hönkür ağlayıram. Balam, balam sənə yalvarıram. Nə olar ged evimizə. Mənə üzür bu sənsizlik. Demirəm ki bir dəfəlik. Qurban olum bir gecəlik. Nə olar? Nə olar? Ged evimizə. Başımda ağ dənə xatir. Başımda ağ dənə xatir. Gözdə duman, çənə xatir. Rəhm eyləsən mənə xatir. Nə olar oğul? Nə olar? Gedə evimizə.